qonağım isə Naxçıvan Dövlət Universitetinin rektor müşaviri, fəlsəfə doktoru Rəcəb Cəfərlidir. Xoş gəlmisiniz Rəcəb bəy. Təşəkkür edirəm Nazlı xanım. Naxçıvan Dövlət Universiteti bu zaman ərzində çox böyük uğurlara imza atdı. 25-ci ildə də məhz 6 məqsəd, 13 hədəf və 76 hədəf üzrə fəaliyyətlər icra edilmişdir. Bəs tələbələrin bu icra olunan layihələrə marağı hansı səviyyədədir? Diqqətlərini çəkə bilirsiniz? Naxçıvan Dövlət Universiteti elmi göstəricilərinə görə Azərbaycan universitetləri arasında ilk onluqdadır. Dünyanın bir çox yerindən Naxçıvan Muxtar Respublikasının nüfuzlu alimlər gəldi. Burada əsas məqsəd tədrisin keyfiyyətinin təkmilləşdirilməsidir. Biz xaricdən qonaqları dəvət etməklə onların təcrübəsini daxildə daha geniş auditoriyaya çatdıra bilirik. 2026-cı il üçün hansı strateji yol xəritəsini izləyəcək Naxçıvan Dövlət Universiteti? Tədrisin təkmilləşdirilməsi və fərdi yanaşmanın tədrisdə göstərilməsi bizim əsas prioritetlərimizdən biri olacaq. Bu işlərdə əziyyəti keçən hər kəsə deyək, uğur olsun.